Bölgə xəbərimiz var. İmişli rayon Hacalmuradlı kənd Tarverdiyev adından tam orta məktəbin direktoru Ruslan İbayevin şagirdi döydüyü iddia olunub. Sosial mediada paylaşılan görüntülərdə hadisənin ötən tədris ilində baş verdiyi bildirilib. Məsələ ilə bağlı Mil Muğan Regional Təhsil İdarəsindən Oxu Azın sorğusuna cavab olaraq bildirilib ki, sosial mediada paylaşılan və yeniyetməyə qarşı uyğunsuz davranışın əks olunduğu görüntülərlə bağlı araşdırma aparılır. Hadisədə iştirak edən şəxslərin kimliyini və görüntünün nə zaman çəkildiyini dəqiq müəyyən etmək üçün araşdırma aparılır. Şagirdi vuran şəxsin İmişli rayonu Hacalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru olması ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirib etdirmədiyi isə nəzarətə götürülüb. Yayılan görüntü ilə bağlı aparılan araşdırmanın gedişində hadisənin bütün detalları dəqiqləşdiriləcək və ictimaiyyətə məlumat veriləcək deyə Təhsil İdarəsindən bildirilib.